Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağı 186 mənim marşrut xəttinin yolunda tam yolun kənarında bax belə bir möhtəşəm həyət evimiz çıxıb. İnşallah həyətin təqdimatını edək və sonra keçək evin içərisinin təqdimatına. Sənə çıxarışdır. Torpağın çıxarışı var. Belə deyək. Bir zal, 3 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. Əslində mən bunu bir dəfə çəkmişdim. Qiymət 120 min manat idi. İndi hal-hazırda qiymət düşüb olub 106 min manat. Reallı olarsa cüzi endirim olunacaq. İnşallah təqdim edəcək. Yerdən də ən azından 6-7 daş gözlüdür. Və sonra giriş hissəsini göstərəcəm sizə. Düz 20 kvadratdan artıq olmalıdır. Evin sol hissəsində rahat bir şəkildə keçidi var. Və giriş hissəsini təqdim edəcəm sizlərə. Tam yola bir yaxın bir ərazidədir. Dəyərli izləyicilərimiz. Giriş hissəsini də sizlərə göstərim. Sol tərəfdə belə deyək də banka balon yığmaq üçün kladovka kimi nəzərdə tutulub. Həyət də normaldır. Həyətdə təqdim edir və inşallah keçirik evin içərisinin təqdimatına. Və keçirik evin içərisinin təqdimatına. Qabaq hissəsində də burada belə deyək də açıq yaxın nəzərdə tutulub. Buradan bir daha sizə həyətin hissəsini təqdim edeyim, izləyicilərimiz daha bir şəkildə izləsin. Və keçid edib evin içərisinin təqdimatına. Böyle bir zalı var burada. Fikir verin. Sen ne ölmüştü geldiktim seni. Osmanlı mülküne bereket versin inşallah. Zal hissəsidir. Oradan da bu tərəf sizlərə təqdim edeyim. Sonra keçəcəyik otaqların təqdimatına. Və keçirik otaqların təqdimatına inşallah. Burada gördüyünüz kimi foyeri, 3 tane de otaq, iskili kombinirdə. Otaqlar da normal otaqlar yani. İkinci yatağı otağımı göstərim sizlərə, təqdim edək. Və qeyd etdiyimiz kimi evin arxasında da keçidi var. Burada da uşaq otağı kimi nəzərdə tutulub. Və sanuzelini göstərək. Sanuzeli Stepon belə deyək də boyladı duş kabineye qədər var. Yəni kiçik sanuzeldir, normal sanuzeldir. Və keçirik mətbəx hissəsinin təqdimatına. İnşallah mətbəx hissəsini də sizlərə təqdim edək. Bu gördüyünüz kimi mətbəx hissəsidir. Mətbəx mebeli qalacaq. Dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağan Cəşovlu marşrut xəttinin tam yoluna yaxındır, belə deyək. Məşdağan mərkəzinə də yaxındır. 4 sot torpaq sahəsinin üzərində inşa edilib, torpağın çıxarışı var. Qeyd etdiyimiz kimi bir gördüyünüz böyük zal, 3 yataq otağı, bir mətbəx, bir sanuzeldən ibarətdir. Qeyd etdiyimiz kimi 120 mindən 106 min manat. Reallıq olarsa, gözlə endirim olunacaq və səhifəmizi izlədiyiniz üçün Məşdağan Məhkəmə Bizə Əməkdaşları rəhbərliyinin sizlərdən təşəkkürümüzü bildiririk.